Kimisi buna həyət evi deyir, kimisi mini villa deyir, kimisi yerlənsəkli ev. Təbii ki, Binə qəsəbəsi Ülvi yolunda Hövsana işləyən, betonkaya işləyən marşrutların yolunun üstündə yerlənsək var, manqal var, nə bilim oturmağa bisetka kimi yer təyin olunub, o var, damini oynamaq olar burada. Zibil qapısı var, siqareti çəkdin yeri atmaq olmaz. Evin rəşotkalarına qədər, hətta qaz xəttinə qədər hamısı evə gedib. Yolkaları da ki, təbii ki, hamısı var. Bax, belə bir evdir. Darvaza da açılıb birbaşa məhliyə, asfaltdan 20-30 metr aralıdır. Bir dənə də əl qapısıdır, yolkalarımız. Padvala girmək olur. Daxil olaq 8 daş kürsüdür evin daxilinə. Pəncərələr, panorama şəbəkə pəncərələri. Bax, laminatdır, aboy, lüsturlar, pərdələr, hər bir şey öz sözün deyir. Twist lentinə qədər yığılıbdır. Qonaq otağımız, kombi sistemi çəkilib. Burada bir mətbəximiz, gördüyünüz kimi gözəl dizayn. Belə bir yataq otağı ölçülərdə çox genişdir həqiqətən. Bu da digər yataq otağı. Və sanitar qovşağı. Aristoklo tavanlandı, tam təmir. 70 minə valla bu ev su qiymətinədir. Tələsin, Binə qəsəbəsi Ülvi yolunda.